Dünyada yeni ili ilk kim qarşılayır? Bu sualın cavabı tək bir ölkə ilə bitmir. Yeni il yer kürəsində eyni anda yox, təxminən 26 saat ərzində baş verir. Planet 38 fərqli vaxt zonasına bölünüb və bu zonaların sərhədləri xəritədə düz xəttlə getmir. Elə yerlər var ki, aralarında cəmi 70 kilometr məsafə olmasına baxmayaraq, orada yaşayan insanlar yeni ili fərqli günlərdə qarşılayırlar. Hətta bu fərqdən istifadə edib eyni gecədə yeni ili 2 dəfə qeyd edənlər də var. Bəs bu necə mümkündür? Və yeni ilin bu uzun səyahəti yer kürəsində haradan başlayır, harada bitir? Bu fərqin səbəbi xəritədə görünməyən bir xəttdir. Bu xətt beynəlxalq tarix dəyişmə xətti adlanır. Beynəlxalq adı ilə International Date Line. Məhz burada yeni təqvim günü başlayır. Yeni il də elə buradan doğur və şərqdən qərbə doğru yer kürəsini dolaşır. Bu xətt təxminən 180-ci meridian boyunca Sakit okeanından keçir. Amma xəritədə onu düz görmürük, çünki ölkələr eyni günü yaşamaq üçün bu xətti öz maraqlarına uyğun dəyişdiriblər. Bu xəttə ən yaxın olan məskunlaşmış ölkə Kiribatidir. Kiribati təxminən 120 min əhalisi olan kiçik bir ada ölkəsidir və böyük ehtimalla siz indiyə qədər onun adını belə eşitməmisiniz. Amma maraqlısı budur ki, yer üzündə yeni illə ilk salamlaşan insanlar məhz buradadır. Üstəlik Kiribatidə insanlar çox qeyri-adi adları olan yaşayış məntəqələrində yaşayırlar. Banana, London, Paris, hətta Polşa adlı kənd və qəsəbələr var və hər il ilk fişənglər məhz bu adalarda partlayır. International Dateline Kiribati ətrafında xəritədə xüsusilə qəribə görünür. Çünki əvvəllər bu xətt ölkənin düz ortasından tam şaquli şəkildə keçirdi. Bu isə absurda səbəb olurdu. Paytaxtda yaşayan insanlar bir gündə olarkən, Banana kəndində yaşayanlar artıq ertəsi günü yaşayırdı. Aralarında tam 24 saat fərq var idi. Nəticədə Kiribati hökuməti 1994-cü ildə xətti bir neçə min kilometr şərqə sürüşdürdü. Sadəcə ona görə ki, ölkə daxilində hamı eyni günü yaşasın. Kiribatidən sonra yeni il Yeni Zelandiyaya, oradan Asiyaya, daha sonra Avropa və Afrika ölkələrinə keçir. Saatlar getdikcə yeni il nəhayət Amerika qitəsinə çatır. Amma səyahətin sonu hələ burası deyil. Dünyada yeni ili qarşılayan son məskunlaşmış yer Amerika Samoasıdır. Burada cəmi 70 kilometr aralıda tarix dəyişmə xəttinin o biri tərəfində müstəqil Samoa yerləşir. Bu iki yer arasında 24 saatlıq vaxt fərqi var. Bəzi insanlar bu fərqdən istifadə edərək yeni ili əvvəlcə Samoada, sonra isə Amerika Samoasında ikinci dəfə qeyd edirlər. Əgər məskunlaşmamış əraziləri də saysaq, yeni ili ən son qarşılayan yerlər Baker Island və Hovland Islanddır. Bu adalarda insan yoxdur. Yeni ili orada qarşılayan yeganə canlılar dəniz quşlarıdır. Beləliklə yeni il bir an deyil, o yer kürəsini dolaşan düz 26 saatlıq bir zaman yolculuğudur. Biz isə bu böyük səyahətin sadəcə öz saatımıza düşən anını yaşayırıq və artıq biz bu sualın cavabını bilirik. Sual isə belə idi: